Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və sevimli məktəb yoldaşlarım. Sizlərin Gələcəyin İşığı FM radiosunun bugünkü xüsusi verilişində səmimi qəlbdən salamlayıram. Bugün biz 1 Mart Ümumdünya Mülki Müdafiə Gününü qeyd etmək üçün bir araya gəlmişik. Məqsədimiz yalnız tarixi xatırlatmaq deyil, həm də həyatımızın hər anının təhlükəsiz və müdafiənin əhəmiyyətini daha da dərin dərk etməkdir. Mən Leyla Əhmədzadə, 8B sinif şagirdi olaraq bu verilişdə sizə mövzunun hər tərəfli, elmi faktiki məlumatlarla zəngin şəkildə təqdim edəcəyim. Mülki müdafiə, insan həyatını qorumaq və fövqəladə hallarda düzgün reaksiya vermək bacarığını formalaşdırmaq məqsədi ilə dövlət və beynəlxalq qurumlar tərəfindən həyata keçirilən tədbirlər toplusudur. Dünya miqyasında bu sahədə görülən işlərin tarixinin kökləri 20-ci əsrin əvvəllərində, xüsusilə İkinci Dünya Müharibəsi dövründə gedib çıxır. O vaxtdan bəri mülki müdafiə sisteminin həm texniki, həm də təşkilatı baxımından inkişaf etmişdir. Fövqəladə halların qarşısını almaq, təhlükələrin təsirini minimuma endirmək və insan həyatını qorumaq mülki müdafiənin əsas məqsədlərindəndir. Məlumat üçün qeyd edim ki, müasir dövrdə mülki müdafiə yalnız hərbi və texniki təhdidlərdən qorunmaqla məhdudlaşdırılmır. Təbii fəlakətlər, zəlzələlər, daşqınlar, qasırğalar, meşə yanğınları və texnologiya təhlükələr, sənaye müəssisələrinin qəzaları, yol nəqliyyat hadisələri, kimyəvi və bioloji risklər mülki müdafiənin diqqət mərkəzindədir. Statistik məlumatlar göstərir ki, düzgün hazırlanmış mülki müdafiə tədbirlərinin sənayesində insan fəaliyyəti və iqtisadi zərərləri əhəmiyyətli dərəcədə azalda bilir. Məsələn, son 10 ildə Avropa ölkələrinin fövqəladə hallarda hazırlıq tədbirləri nəticəsində yaşayış sahələrində zərər görən əhali sayının orta hesabla 30-40% azalma müşahidə olunmuşdur. Azərbaycan Respublikasında mülki müdafiə sisteminin dövlət səviyyəsində ciddi qaydalarla tənzimlənir. 1992-ci ildə ölkəmizdə mülki müdafiə xidmətlərinin yaradılması bu sahənin peşəkar şəkildə inkişafına imkan yaratmışdır. Hazırda Respublikamızın hər regionunda fövqəladə hallara hazırlıq planları mövcuddur və mülki müdafiə təlimləri müntəzəm şəkildə həyata keçirilir. Statistik göstəricilər göstərir ki, son illərdə keçirilən təlimlər iştirak edən məktəblərin və ictimaiyyətin digər üzvləri real situasiyalara düzgün reaksiya verərək təhlükələrin təsirini minimuma endirə bilmişlər. Mülki müdafiənin əsas komponentlərindən biri maarifləndirmədir. Şagirdlər, tələbələr, həmçinin geniş ictimaiyyət mülki müdafiənin qaydaları ilə tanış olmaqdır. Buna görə də məktəblərdə təlimlər, seminarlar və praktik məşqlər təslim olunur. Məsələn, son statistikaya görə Lənkəran rayon üzrə məktəblərdə keçirilən təlimlər şagirdlərin 85%-ni fövqəladə hallarda ilkin davranış qaydalarından bildirmişdir. Bu göstərir ki, elmi biliklərin və praktiki bacarıqların birləşməsi təhlükəsiz gələcəyin təmin etməsində əsas rol oynayır. Mülki müdafiə sisteminin yalnız fiziki hazırlıqlarda deyil, psixoloji hazırlıq da eyni dərəcədə vacibdir. Fövqəladə vəziyyətdə insanın düzgün qərar verməsi, panikaya düşməməsi və ətrafdakılara yardım edə bilməsi üçün psixoloji dayanıqlıq inkişaf etməlidir. Bu məqsəddə mülki müdafiə təlimlərinin simulasiyaya üsulları, kriz idarə etmə oyunları və real situasiyaların modelləşdirilməsi geniş istifadə olunur. Texnologiyanın inkişafı mülki müdafiənin fəaliyyətinə yeni imkanlar gətirib. Müasir sensorlar, dronlar, peyk nəzarət sistemləri və süni intellekt algoritmləri fövqəladə halların vaxtında aşkarlanması və qarşısının alınmasına kömək edir. Statistik araşdırmalar göstərir ki, bu texnoloji vasitələrdən istifadə edən ölkələrdə zərərin miqdarının ən azı 25% azalır. Azərbaycan Respublikasında bu sahədə layihələr uğurla həyata keçirilir. Fövqəladə halların aşkarlanması və dərhal reaksiyaya sistemləri qurulur. Mülki müdafiə ilə bağlı ən mühüm aspektlərdən biri də vətəndaş məsuliyyətidir.
hər birimizin təhlükəsiz davranış qaydalarına əməl etməli, zəruri məlumatları bilməli və təlimlərdə iştirak etməliyik. Məktəblərdə təşkil olunan təhlükəsiz həyat proqramları şagirdləri bu məsuliyyət formalaşdırır və onları gələcəkdə qarşılaşa biləcəkləri çətinliklərə hazır edir. Fövqəladə hallara hazırlıq həmçinin iqtisadi və sosial dayanıqlığı artırır. Ölkəmizdə sənaye müəssisələri, nəqliyyat infrastrukturu və şəhərəsalma planları mülki müdafiə prinsiplərinə uyğun tərtib olunur. Bu, yalnız zərərin azaldılması deyil, həm də iqtisadi proseslərin fasiləsizliyini təmin etməlikdir. Araşdırmalar göstərir ki, fövqəladə hallara hazırlıq tədbirləri sərf olunan hər bir manat potensialı zərərlərin 4-5 dəfə azaldır. Mülki müdafiə mövzusunda beynəlxalq əməkdaşlıq da böyük rol oynayır. BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlar fövqəladə hallar zamanı təcrübə mübadiləsini təşviq edir. Birgə təlimlər təşkil edir və elmi araşdırmalar aparır. Bu, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki ölkəmiz beynəlxalq standartlara uyğun təcrübələri mənimsəyərək təhlükəsizliyi daha da gücləndirir. Şagirdlərin iştirakı mülki müdafiənin vacib hissəsidir. Məktəbimizdə keçirilən təlimlər zamanı şagirdlər həm praktiki bacarıqlarını, həm də liderlik keyfiyyətlərini inkişaf etdirirlər. Məsələn, təhlükəsiz məktəb layihələrinin inkişaf etdirən şagirdlər həm özləri, həm də sinif yoldaşlarının təhlükəsiz davranış qaydalarına uyğun hərəkət etməyə təşviq edirlər. Bu isə həm ictimai məsuliyyəti gücləndirir, həm də məktəb kollektivində etimad və həmrəyliyi artırır. İcazə verin, biraz da konkret nümunələr üzərində danışım. Fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi həyati əhəmiyyət kəsb edir. Statistik göstəricilər göstərir ki, ilkin yardım zamanı düzgün addımlar atmaq insan tələfatının 50%-ə qədər azalda bilir. Buna görə də məktəblərdə ilk yardım bacarıqları təkcil priorit sistemlərindən biridir. Şagirdlərimizin praktik məşqlər zamanı dırnaqla yox, real situasiya simulyasiyaları üzərində öyrədirlər ki, bu da onların özünə və başqalarına etimadını artırır. Mülki müdafiə həm də kommunikasiya bacarıqlarının inkişafını tələb edir. Fövqəladə hallar düzgün və vaxtında məlumat ötürülməsi zərərin qarşısını almaq üçün həyati əhəmiyyətlidir. Bu baxımdan məktəb radiosu, sosial media və digər məlumatlar platformaların ictimaiyyəti üçün mühüm informasiya mənbəyinə çevrilir. Biz şagirdlər radio vasitəsilə dinləyicilərə təhlükəsiz davranış qaydalarını çatdırmaq, həm də ictimai maarifləndirməyə töhfə veririk. Həm də kommunikasiya bacarıqlarını inkişaf etdiririk. Hörmətli dinləyicilər, qeyd etmək istərdim ki, mülki müdafiə yalnız fövqəladə hallarla bağlı deyil. Gündəlik həyatda da tətbiq olunan davranış qaydalarını əhatə edir. Bu qaydalar arasında yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi, yol hərəkət qaydalarının və ətraf mühitin qorunması ilə sahələr var. Məsələn, yanğın siqnalı zamanı düzgün davranış və təxliyə planı insan həyatını xilas edə bilər. Son olaraq gəlin unutmayaq ki, mülki müdafiə hər birimizin həyatının ayrılmaz hissəsidir. Bizim məqsədimiz yalnız təhlükəsizlikləri qorunmaq deyil, həm də gələcək nəsillərə təhlükəsiz bir mühit və etibarlı həyat təmin etməkdir. Bu, həm milli məsuliyyət, həm də sosial vətəndaşlıq borcudur. Əziz dinləyicilər, bugünkü verilişimizdən sizə mülki müdafiənin əsas prinsiplərini, tarixi inkişafın, ölkəmizdə və dünyada görülən tədbirləri, həmçinin gündəlik həyatda təhlükəsizliyin vacibliyini təmin etməkdir. Ümid edirəm ki, təqdim etdiyim məlumatlar sizə həm maarifləndirici, həm də ilham verici təsir yaradacaq. Gəlin təhlükəsizliyin yalnız dövlətin deyil, hər birimizin məsuliyyəti olduğunu unutmayaq və bu prinsipləri həyatımızın hər anında tətbiq edək. Mən Leyla Əhmədzadə sizi bugünkü verilişimizdəki diqqət və səbriniz üçün təşəkkür edirəm. Həyatınızda təhlükəsizliyin daim sizin olmasını arzulayır və gələcəyin işığı FM radyosundan növbəti görüşümüzə qədər sağ olun deyirəm.